28 fevral 2026-cı ildə başlayan birgə əməliyyatlardan sonra İran, ABŞ və İsrailə məxsus neçə hava ünsürünü məhv eləyə bilib. Təqdim elədiyimiz araşdırmada məlumatlar həm İran rəsmi mənbələrindən, həm də beynəlxalq media və hərbi analitiklərdən toplanıb. Rəqəmlər hər iki tərəfdən mübahisəlidir. Bəs İran bu müasir təyyarələri nə ilə vurur? İranın hava hücumundan müdafiə sistemləri illərdir eşelonlaşmış variantda qurulub. Əsas sistemlər isə bunlardır. Bavar 373, yerli istehsal olan uzun mənzilli hava hücumundan müdafiə sistemi. Vura bildiyi məsafə 200-300 kilometrdir. Təyyarələri, qanadlı raketləri və yüksək hündürlükdə uçan puaları vurmaq üçün nəzərdə tutulub. İran onu Rusiyanın S-300-ünün daha güclü analoqu hesab eləyir. Son iddialara görə F-15Y və F-35 tipli təyyarələri məhz bu sistem və ya Səyyad 4B raketləri vurub. Xordad 15 və Sevom Xordad orta mənzilli mobil sistemlər. Bir neçə hədəfi eyni vaxtda izləyir, aşağı radar imzalı obyektləri aşkar eləyir. Digər sistemlər S-300PM-U2, Talaş ailəsi, yeni yerli komplekslər və Manpats daşına bilən zenit raket kompleksləri. İran